Salam, dərsimiz kartoqrafik proyeksiyalardır. Biz dedik ki, coğrafiyada da coğrafi obyektləri və hadisələri təsvir etmək üçün modellərdən istifadə edirlər. Yəni bunları xəritələri və qlobuslar misal olaraq göstərə bilərik ki, bəs xəritələri necə hazırlayırlar? Birinci növbədə xəritələrə aid məlumatlar toplanır. İkinci növbədə təhlil olunur. Bundan sonra artıq xəritələrə çevrilir. Deməli, bəs xəritələrə köçürülmə zamanı hansı prinsiplərdən istifadə olunurdu? Kartoqrafik proyeksiyadan, yəni riyazi əsasdan, generalizasiyadan və şərti işarələrdən istifadə olunurdu. Xəritənin riyazi əsası kartoqrafik proyeksiyalardır. Yer kürə formasında olduğu üçün onu qlobusda daha düzgün təsvir etmək mümkündür. Coğrafi obyektlər qlobusda paralel və meridianların əmələ gətirdiyi və coğrafi şəbəkə adlanan şəbəkənin köməyi ilə təsvir olunur ki, xəritələrdə dərəcə toruna dedik ki, kartoqrafik şəbəkə, qlobusda isə coğrafi şəbəkə deyilir. Qlobusda bütün əraziləri eyni dərəcədə keçirmək mümkündür, ancaq bunu xəritələrdə etmək mümkün deyil. Coğrafi şəbəkə müstəvi üzərində köçürülərkən meridian və paralellərin forması dəyişir və xəritədə meridian və paralellərin yaratdığı şəbəkə dedik ki, kartoqrafik şəbəkə adlanırdı ki, yer kürəsinin müstəvi üzərində daha dəqiq təsir etmək üçün xəritənin riyazi əsasları olan dərəcə torundan, miqyasdan və kartoqrafik proyeksiyalardan istifadə olunur. Qlobus səthini müstəviyə açarkən forma, uzunluq, sahə, bucaq kimi təhriflər yaranır. Xəritələrdə təhriflərin ədədi qiymətini sıfıra endirmək mümkün deyil, amma onları azaltmaq və yaxud da birini aradan qaldırmaq olar. Buna kartoqrafik proyeksiyaların köməyi ilə nail olmaq olar ki, kartoqrafik proyeksiyalar kürə səthinin müstəvi üzərində təsvirinin riyazi üsullarıdır. Kartoqrafik proyeksiyalar təhrif xüsusiyyətlərinə görə bərabər bucaqlı konform, bərabər sahəli ekvivalent ixtiyari olaraq 3 qrupa bölünür. Bərabər bucaqlı konform proyeksiyalarında adından da məlum olduğu kimi bərabər bucaqlı deyilsə, deməli burada bucaq az təhrif olunubdur. Ancaq deməli sahə, uzunluq, forma təhrifə məruz qalıbdır. Belə xəritələrdən dəniz və hava nəqliyyatında istifadə olunur ki, Mercatorun 1569-cu ildə tərtib etdiyi dəniz naviqasiyası xəritəsi buna misal ola bilər. Bərabər sahəli adından da məlum olundu ki, burada artıq sahə az təhrif olunur, ancaq bucaq və ərazilərin formaları tamamilə təhrif olunur. Bu xəritələrdən daha çox materik və okeanların sahələrini hesablamaq üçün əlverişli hesab edirlər. Yəni, Gall-Petersin proyeksiyasını buna misal olaraq göstərə bilərik. İxtiyari və ya sərbəst proyeksiyalarda sahə və bucaqlar az təhrif verilir, amma uzunluq və forma tərifləri maksimum həddə çatır. Daha çox tədris prosesi zamanı belə proyeksiyalardan istifadə olunur. Bir də bərabər aralıqlı proyeksiyalar var ki, yəni burada artıq bərabər aralıqlı deyilsə, uzunluq təhrifləri çox az olur, ancaq digər təhriflər olduğu kimi saxlanılır. Yerin sferik səthinin müstəviyə keçirilməsi üçün müxtəlif həndəsi fiqurlardan istifadə edirlər ki, bu səbəbdən asılı olaraq kartoqrafik proyeksiyalar 4 qrupa ayrılır. Silindrik proyeksiyalar, qlobus şəffaf silindrin daxilində yerləşdirilir. Bu zaman qlobus ekvator xətti boyunca silindrin səthinə toxunur və toxunma xəttində təhrif olmadığından bu xətt sıfır təhrifli xətt adlanır. Odur ki, bu proyeksiyadan ekvatora yaxın ərazilərin xəritələrinin tərtib olunması zamanı istifadə olunur. Məsəl üçün, Cənubi Amerika və Afrika materiklərinin belə deyək də təsir olunmasında istifadə edilir. Silindrik proyeksiyada tərtib olunmuş xəritələrdə paralel və meridianlar bir-biri ilə düz bucaq altında kəsişən düz xəttlər şəklində göstərilir. Konus proyeksiyalarında xəritə tərtib olunarkən qlobus konusun səthi ilə 60 və ona yaxın olan paralellərdə kəsişir. Ona görə də bu paralellər boyunca təhrif olmur. Konus proyeksiyasından qütb ətrafı və mülayim enliklərdə yerləşən ərazilərin xəritələrinin tərtib edilməsində istifadə olunur. Məsəl üçün, Şimali Amerika və Avrasiya materiklərinin xəritələrində istifadə oluna bilər. Və silindrik proyeksiyadan fərqli olaraq belə xəritələrdə meridianlar bir nöqtədən çıxan düz xəttlər kimi, paralellər isə qövsvari formada təsvir olunur. Azimutol proyeksiyalarda həndəsi səth kimi müstəvidən istifadə edirlər. Yəni, burada kürənin hər hansı bir nöqtəsi müstəviyə toxunur. Toxunma nöqtəsində təhrif olmur. Kənarlara doğru isə təhrifin kəmiyyəti böyüyür. Və daha çox Arktika və Antarktidanın bu proyeksiyada tərtib edilən xəritələrində paralellər çevrələr şəklində, meridianlar isə bir nöqtədən çıxan radiuslar kimi təsvir olunur. Şərq və qərb yarımkürələrinin xəritəsi də azimutol proyeksiyada tərtib olunur.
Çoxüzlü proyeksiyalarda yer səthi kürə deyil, çox sayda trapesiyalara bölünmüş çoxüzlü kimi qəbul edilir ki, belə proyeksiyalarda təhrif çox az olur. Yəni xəritənin miqyası böyük və orta, təhriflər isə trapesiyalar arası məsafə kiçik olduğundan burada çox azalır. Azərbaycanın xəritələri daha çox konuslu, bərabər bucaqlıdır. Çoxüzlü proyeksiyalarda tərtib olunur ki, təhriflərin dərəcəsi təsvir olunan ərazinin böyüklüyündən və coğrafi enlikdən asılıdır. Xəritədə tərifləri müəyyən etmək üçün deməli sadə üsullardan istifadə edirlər ki, məsəl üçün uzunluq tərifi özünü meridian və paralellərin arasındakı parçaların uzunluqlarının müxtəlifliyinə göstərir. Meridian və paralellər arasındakı bucaqlar 90 dərəcədən fərqli olarsa, deməli burada təhrif var. Yəni bucaqlar təhrif edilibdir. Bucağın təhrifi isə bütün coğrafi obyektlərin formalarının təhrifinə səbəb olur.